Deməli, alkenlər. Səhifə 137. Səhifəni bilirəm, suallarınızı verin. 2. 1,4 qram alkenin 3,2 qram bromla birləşmə reaksiyasına. Biz alkenlərin yəqin ki, hər bir xassəsini keçmişdik, kimyəvi fiziki xassəsi. Orada görə bilərsiniz ki, alkenlər 1 mol bromla reaksiyaya gedir. Neçə dənə ümumiyyətlə pi rabitə varsa, indən sonra alkenlər keçəcək, alkadiyenlər keçəcək. Neçə dənə pi rabitə varsa, o qədər brom birləşdirir. Və hansında pi rabitə varsa, onlar bromlu suyu rəngsizləşdirir. Kalium permanganat məhlulunu rəngsizləşdirir. Onlar onların təyin edicisidir. Bromlu suyun, bromun rəngi qırmızı bənövşəyi rəngdədir və onun rəngini açır, rəngsizləşdirir. Kalium permanganat marqansovkadır. Yenə də rəngi bənövşəyi rəngdədir. Oradan bir alken ötürsək, alkadiyen, alkin, yəni hansında pi rabitə varsa, onu ötürən kimi rəngi dəyişir. Deməli, burada reaksiya gedir, özünə birləşdirir. Burada da bromla reaksiya, bəli. Bir dənə pi rabitə var alkenlərdə, bir dənə də 1 molda bromla reaksiyaya girəcək. Cn, H2n 1 mol bromla reaksiyaya gedəcək, brom. Alkenlərin formulu 14N-dir. 14N girəcək 1 mol bromdan. Bromun kütləsi 80-dir. 80 vuraq ki, eləyəcək 160. Yəni, brom 2 160-dır. 1,4 qram alkində 3,2 qram brom birləşdirir. Buradan tənasübdən həll edərək 14N tapa bilərsiniz. 14N vuraq 3,2 bərabərdir. 160 vuraq 14. 1,4. Buradan da ixtisar eləmək olar. Tapa bilərsiniz də, yəni çətin bir şey deyil. N bərabərdir 5 alınacaq. Bu da S5H10. Başa düşdüyün aydın. Bəli, müəllim. Sonra. Yeddi. Normal şəraitdə sıxılığı 2,5 olan alkenin 112 qramı neçə litr H-xlorla reaksiya daxil olar? Rho verib 2,5. Deməli, normal şərait sözü var. Normal şərait sözü varsa həcm də bizə bəllidir. Normal şəraitdə bütün qazların tutduğu həcm 22,4 litrdir. Vm 22,4 rho 2,5. Deməli, buradan M bərabərdir. Rho V ifadəsindən M bərabərdir rho Vm. 2,5'i vuraram 22,4'ə. Buradan alınır 56. Deməli, 56 qram burada maddə var. 56 qram heç mən bilmirəm bu hansı alkendir, lazım da deyil. 56 qram 1 mol H-xlor birləşərsə, çünki bu alkendir də. Alkenlər dedim, neçə dənə pi rabitə varsa o qədər brom birləşdirir, H-xlor birləşdirir və s. 56 qram 1 mol birləşdirərsə 112 qram neçə mol birləşdirər? Bu da eləcək 2 mol. 2 molda litrə çevirsək neçə litr eləyir? 2 vuraq 22,4 o da eləyir 44,8. Deməli, propilen CH2 qat rabitə CH, CH3 üstə gələk H brom. H bromla reaksiyaya girəndə yenə də alkendi bir dənə pisi var, H bromla reaksiyaya girəcək və Markovnikov qaydası var. Əgər dərsə diqqətdən qulaq asmısınızsa. Hidrogeni çox alana gedəcək. Bax, 2 qat rabitə ətrafında. Ancaq 2 qat rabitənin ətrafında gedir bu proses. Çünki burada pi rabitə var. Pi rabitə qırılır. Pi rabitə qırılandan sonra bu rabitə hidrogen çox olana birləşir. Brom hidrogeni az olana. Beləliklə də CH3, CH2 ilə oldu CH3. CH, brom da gəlir bura birləşir. Brom və CH3. Və burada alınacaq 2 brom, propan. Təzədən deyir, buna natriumla təsir edirsən. Artıq natriumla təsir eləyəndə
Alkanlara qayıtdıq. Burada artıq alkanları xatırlayırıq. Monohalogenli törəmələrə natriumla təsir edəndə Lüsi reaksiyası gedirdi. Simmetrik olaraq burada bromu götürəcəksiniz. 2 natrium, 2 bromla reaksiya girəcək. 2 natrium, brom əmələ gələcək və burada izopropil radikalları bir-birindən birləşəcək. CH3, CH, CH3, CH, CH3, CH3. Belə bir birləşmə əmələ gələcək. Burada başlasaq 1, 2, 3, 4. Əsas karbon zəncirində 4 karbon atomu var. Bunun üçün adlandırmaq üçün ən uzun karbon zəncirini seçirik və radikal yaxın olan tərəfdən nömrələyirik. Və buradan görürük ki, istəyir aşağıdan yuxarı, istəyir yuxarıdan aşağı gəlin. Fərqi yoxdur. Hər iki tərəfdə deməli metil qrupunun məsafəsi eyni olacaq. Ona görə də fərqi yoxdur. Mən yuxarıdan başlayaraq aşağıya doğru nömrələdim. İkinci, üçüncü karbon atomlarına metil qrupu birləşib deyirəm 2, 3, dimetil, dimetil 4 dənə karbon atomu olduğuna görə butan olacaq. Deməli uşaqlar, birinci alkenlərə hidrogen halogenitli maddələrin birləşməsinə baxdıq. Hidrogen halogenitlərin, yəni H bromdur burada. Birləşdim Markovnikov qaydasına əsasən. Onun dalınca da aldıq monohalogenli törəmə. Onun da natriumla reaksiyasından aldıq alqanı. Artıq burada Lüsi reaksiyası getdi. Sonra mikrofonu açın, tez-tez sual verin ki, vaxtımız getməsin. On 8 var mı? Hansı birləşmələrin ümumi formulu CnH2-dir? Hansı olacaq? Fatimə, bu nə sualdır? Bu nə sualdır, bala? Nəzəriyyədir. Hansı olacaq bu? Aynen. Alkenli. Yox. 22. Rüya. Bu nə sualdır? Mən məsələ həllərinə baxıram. Şifahi suallar, nəzəri suallar da sizə baxır. Təbii ki, bir də alken seçəcəksən. Alkenin də tərkibində hamısı tək qatdır, bir dənə 2 qat. Hamısı tək qat, 1-2 qat olan A variantı. Hə, Fatimə, sualınızı verin. 33. 33-ə kimi sualı olan var. Ben de 9. Propan, Aydan sənin sualın var. Deməli, propan və etilindən ibarət. Propan C3H8, etilin C2H4. Altdan %72 litr qaz qarışığı. Birinci növbədə həmişə işinizi asan eləmək üçün litri mola çevirməlisiniz. Altdan %72 litr 0,3 mol eləyir. Necə tapırıq? 6-dan %72-ni bölürəm. 22,4-ə o da eləyəcək 0,3 mol. Deməli, bu qaz qarışığı 0,3 mol imiş. Sonra bromla reaksiyasına 16 qram brom sərf olunub. 16 qram brom sərf olunubsa, biz bilirik ki, burada propan bromla reaksiyaya girməyəcək. Ancaq burada etilen reaksiyaya girəcək. C2H4 üstə gələk brom. Əmələ gələcək C2H4 brom 2 və 1 mol bromla reaksiyaya girir. 1 mol bromun da kütləsi 160 qramdır. 160 qram Hansı sual edirik? 33-cü sual. 160 qram 1 mol C2H4-dən reaksiyaya girirsə, 16 qram nə qədər C2H4-dən reaksiyaya girəcək? Bu da eləyəcək 0,1. Niyə uşaqlar? Çünki 160 qram 1 mol alkenlə reaksiyaya girəcək də. İstənilən alkenlərin 1 molu 1 mol halogenlə reaksiyaya girir. Burada da halogen olaraq brom götürülüb. 160 qram brom
1 mol etilenlə, bunun tərkibindəki etilenlə reaksiya girəcək. Bəs 16 qram nə qədər etilenlə reaksiya girəcək? Bu da eləyəcək 0,1. 0,3 mol qarışığımız idi. Bunun 0,1 mol etilendirsə, 0,2 molu deməli C3H8-dir. Bizdə də C3H8 istəyir, propanı istəyir. Bu da eləyir 0,2 mol, 0,2-ni də 22,4-ə vuranda 4,48 edəcək. Deməli, birinci növbədə çalışın, verilən həcmi litri mola çevirin. Hər bir şeyi bir mola çevirəndə mol daha asandır. Asan rəqəmlərdən işləyirsiniz, onluq kəsirdən yox. Yəni, bir var ki, 22,4, 44,8, nə bilim, altda %72 ilə işləyəsiniz. Bir də var 0,1, 0,2 belə rahat rəqəmlərdən. Və onu çevirəndən sonra baxacaqsınız ki, ümumi qarışıq 0,3 moldur. 0,1 molu deməli, etilen isə 0,2 mol eləyəcək C3H8. Onu da 22,4-ə vururuq, çünki litrə çevirməliyik. 1 mol 22,4 litrdir, 0,2 mol da 4,48. Başa düşdünüz? Hansı maddələr? Burada alkenlərə aid seçəcəksiniz. Oradan Mənim alkenlərə aid yox idi axı orada, ona niyə? görə. Variant Y. C2H4 alkendir, o biri də 3 qat rabitə var. Yaxşı, alkeni keçməmişik, amma alkeni görürsən də orada. Alkeni hələ keçməsək də tərkibində alken görürsən, bilsən ki, pi rabitə var. Pi rabitə varsa, deməli, sudan, bromla, H-bromla reaksiya girəcək də o pi rabitəni qırmaq üçün. Başa düşdün, Ayda? Mən. Sonra 37. 37-yə qədər kimin sualı varsa versin. Məndə də 37. Məndə 35. 35. Hansı maddələr su ilə birləşmə reaksiyasına daxil olurlar? 2 qat rabitə olanı görürsən orada. Fatimə. Alkenlər seçməlisən də. Deyirəm, kimdə pi rabitə varsa o girir. O da eləyir C variantı. 37. 2 metil penten 1-ə hidrogen bromidlə təsir etdikdə hansı maddə alınır? Birinci, nə deyilirsə o maddəni yazmalısınız. Penten deyir 5 dənə yazıram. 1, 2, 3, 4, 5. Penta 5 deməkdir də, yəni orasını bilirsiniz yəqin ki. Alkanlarda o 10 dənəni əzbərləməsəz, üzvü kimyanın əlifbasıdır. Metan, etan, propan, butan, nə bilim, pentan, heksan, bunlar. Alkinlərə keçəndə onu A-nı N eləyəsiniz. 2 qat rabitə gələcək. Penten. Pentan olacaq penten. Alkadiyenlərə keçəndə pentadiyen. Alkinlərə keçəndə pentin. Görs, hamısı onunla bağlıdır. Hətta 11-ci sinifdə spirtlərə keçəndə pentanol. Nə bilim, turşulara keçəndə pentan turşusu. Yəni, bu əlifbasını bilməsəniz, o birilərin heç birini bilməyəsiniz. Deməli, penten deyir, 5 dənə karbon atomu yazdım. 2 metil deyir, ikinci karbon atomuna metili birləşdirdim. Penten 1 deyir, penten 1 deyirsə, deməli, demək istəyir ki, birinci karbon atomuna apar 2 qat rabitəni birləşdir. Maddəm budur. Hidrogen bromidlə təsir eləyirik, yəni bunun H-bromla reaksiyasını yazırıq. Hər dəfə hidrogenləri qoymağa ehtiyac yoxdur. Siz bilirsiniz ki, hansında valentliyi təyin etmək üçün, yəni tamamlamaq üçün nə qədər hidrogen lazımdırsa, o qədər birləşir. Məsələn, sonuncuya bir rabitəsi var, 3 dənə hidrogen lazımdır ki, 4 valent olsun. Yəni, hər dəfə də ona görə hidrogenləri yazmağa ehtiyac yoxdur. Hidrogen bromid deyir, yazıram H-brom. Hidrogen bromidin birləşməsi harada baş verəcək? Harada 2 qat rabitə var orada. 2 qat rabitə qırılacaq. Aha, burada indi hidrogeni qoymalıyıq. Niyə? Bilək hansında Markovnikov qaydası hidrogeni çox olana, halogen hidrogeni az olana. Görək hansında hidrogen çoxdur. Bura CH2 qoyacaq, çünki 2 qat rabitə var. 2 rabitəsi var, 2 rabitəsi çatmır, eləsin CH2. Bura 1, 2, 3, 4, 4 dənə də rabitəsi var bu karbonun. Ehtiyac yoxdur ora hidrogen qoymağa. Deməli, hidrogeni çox olana. Bu hidrogeni birləşdirəcək CH2-yə. Bromu da birləşdirəcək o karbona ki, onda ümumiyyətlə hidrogen yoxdur. Əmələ gələcək nə? CH3
Təhqat rabitə CH3. Brom da bura qoysaq. CH2, CH2, CH3. Bu maddənin də adı olacaq 2 brom 2 metil pentan. 2 brom 2 metil pentan. Ümumiyyətlə, halogen olanda alkanlarda yadınızda saxlayın. Birinci halogenin adını çəkirsiniz, sonra radikalın adını. Çünki halogenlərin elektromənfiliyi çoxdur. Elektromənfiliyi çox olanda o daha güclü qeyri-metal hesab olunur. Qeyri-metallıq xassəsi daha güclüdür və onun birinci adını çəkmək lazımdır. Sonra bəli, digər radikallar olan digər qeyri-metalların. Kim başa düşmədi? Başa düşdünüz Fatimə? Aydan. Röya. Bəli, müəllimə. Sonra. (45-45) elə şifahidir. Hidrogenləşmə reaksiyası katalizatorun iştirakında gedir. Halogenlə yox. Bir dənə hidrogenləşmə reaksiyası, dehidrogenləşmə, hidrogenləşmə bunlar katalizatorsuz getmir. Yadınızda saxlayın. D variantı.